Hər vaxtınız xeyir olsun. Deməli, bu gün sizlə dövlət qulluğu imtahanında iyun ayında istifadə olunmuş Excel-lə bağlı olan bir sual tipinə baxmaq istəyirəm. Sualımız belə deyək də, biraz tədbiq tələb eləyən sual tipi. Birinci dəfədir dövlət qulluğuna belə bir sual tipi düşür. Deyir, verilmiş cədvəl fraqmentində kursor hansı xanalarda yerləşdirib F11 düyməsi sıxılsa, şəkildəki diaqramdan fərqli diaqram qurulur. Ümumiyyətlə biz öyrənmişik. Shift F11 iş vərəq əlavə edir, amma F11 diaqram vərəq əlavə edir. Yəni biz diaqram qururuq F11 düyməsinə diaqram vərəq əlavə edirik. Və diqqətli baxsaq, bu diaqramda bax bu 100-dür. Bu 200'dür. Bu 100'dür. 100'den az aşağıda. Bu da 200'dür. 200'den biraz yukarıda. Bax bu hansı diapazona uyğun gəlir? Ümumiyyətlə bunu burada da qeyd olunubdur. Baxın, diqqətli baxsaq, bax 285, 388, 707, 376, 37, 59. Bunlar yəni heç bir belə deyək də 200-ə yaxın deyil də. Burada bu diapazon aydın məsələdir ki, 200-ə yaxındır. Yəni bu diapazon əsasında qurulur. Mən Excel-də bu cədvəli hazırlamışam. Bir dənə baxsaq, fikir versək. Həqiqətən də elədir. Bax, bu diapazonu gəlib seçsəm, və onun əsasında mən diaqram qurası olsam, görərəm ki, belə deyək də, bu diapazon əsasında qurulub bu diaqram. Fikir versiniz, həminki diaqramdır. İndi biz diqqətli baxsaq, bizdən nə istəyir ki? Deyir ki, bax, bundan fərqli diaqram necə qura bilərik? Hansı xanalara yerləşdirsək kursoru, biz bax, bu gördüyümüzdən fərqli diaqram qurarıq. İndi baxın, zəhmət olmasa. Biz Excel-ə qayıtsaq əgər, bir şeyi nəzərinizə çatdırmaq istəyirəm ki, əgər biz, bax belə deyək də, bu diapazonun ətrafında, bax yalnız bu xananı belə gəlib seçsək, həmin diaqramı qura bilərik. Diqqət eləsəz. Və yaxud həmin diapazon bu diapazondan bir sətr yuxarı, bir sütun belə deyək, sola və yaxud sağa, yaxud bir sətr aşağı olan hansı xananı seçsək, həmin diaqramı qurarıq. Bax, fikir ver. Dedəyə üzr istəyirəm. Bax, fikir ver bir dənə bura. Bax, həmin diaqramı yenə qura bilirim. Fikir verdinmi? Və yaxud belə deyək də, bax, gətirdik, bura qoyduq. Həmin diaqramı yenə qura bilirəm. Amma məsələn, iki sətr, iki sütunu olsa, onda quramıram. Bax, fikir ver. Gətirdim, bura qoydum. Onda fikir versək, başqa bir belə deyək də diapazondur. Başqa bir diapazon əsasında qurulmuş olur. Bax, qiymətlər fərqlidir, diqqət edəsən. Məsələn, özü də seçdi ki, bunun əsasında qurdu. Onda deməli biz bu diapazonun xanalarını və bu diapazondan bir sətr yuxarı aşağı, bir sütun sola sağa olan xanalar çıxsaq, digər xanalarda quranmarıq da, həmin xanalarda qura bilərik. Bax, fikir ver. A8 xanası. A8 xanası. A8 xanasında mən, A8 xanası buradır. Mən A8 xanasında bu diapazonu diaqramı qura bilərəm. A8-də bunun qurulmağı mümkündür. Çünki nədir? Özündən bir dənə yuxarı. Fərqlidir. Deməli, biri variantlardan onda çıxmalıyım. Bir də qurulur. Sonra bax, A4 xanası. A4 xanası buradır. Bax, bunda quranmaram. Biri 100% nədir onda? A4. A4. Biri 3-dür 100%. 3 ya C-dir, ya D-dir. A5 xanası. A5 xanası da buradır. A5 xanasında quraram. Baxsaq A5 xanasında nədir? Bunun qurulmağı mümkündür. 4-ü variantlardan çıxdı. Aha. Sonra baxıram ki, A9 xanası. Biri 3-dür hələ ki. A9 fərqli diaqram qurulur 3-də. Bir dənə bunda qurulur hələ ki. A4 xanasında. Bax, bunda fərqli diaqram qurulur. Sonra A9 xanası. A9 xanası buradadır. Bunda da fərqli diaqram qurulacaq. Bax, bura qurulacaq onda. Bax, bu diapazon əsasən qurulacaq. Onda biri A9-dur. A9 da nədir? 2-dir. 2-dir, 3-dür. Sonra baxaq görək A1 xanası. A1 xanası hardadır? Təbii ki, buradır da A1 xanası. Bunda da fərqli. Bax, bunun əsasında qurulacaq. Yəni A1-də də belə deyək də fərqli diaqram qurulacaq.
2, 3, 6, bir də 7-yə baxsaq, 7 nədir? B4. Bax, B4 xanasına baxası olsaq biz, B4 də buradır, bunda da fərqli deyərəm burada, bunun ətrafı deyil. Yəni, sən bax, bu ətraflardan hər hansı bir xananı seçsən, bax, belə seçsən, tutaq ki, bax, bu ətraflardan hər hansı bir xananı seçsən, onda həmin diapazon əsasında diaqram qurarsan. Onda deməli nədir? Bir də A1-dir. A1 də nədir? 6-cıdır. Yazdım. Bir də 7-ci nədir? B4. B4-ə də baxaq görək. B4 xanası hardadır? B4 də buradadır. Bunda da fərqli diaqram qurulacaq təbii ki. B4 də nə idi? 7-dir. 2, 3, 6, 7 C variantı cavabımız olar bizim. Tədbir tələb eləyən sual idi biraz.